Dostlar, bir daha salamlayıram sizi. Bayaqları təbrik elədik jurnalistlər günü. 6 iyundu da bilirsiniz bu günləri. Ukrayna jurnalistlər günü də 32 ildir Ukrayna jurnalistlər bunu qeyd edirlər rəsmi, amma 34 ildir ki biz Dünya Jurnalistlər Təşkilatının üzvü var. Lukyanovdan bu günə qoyublar, kim tanıyırsa. Ben zamanında Bakıda Ukraynada yaşayanlar, Kiyevdə yaşayanlar göstərirəm. Bax o bazardır, bu vicdansızlar güyəndi Ukraynanın strateji obyektlərinə ateş açırlar. O da ticarət mərkəzi idi. Onu da görmüyoruz. Sabah belə biraz qabaqda da aşağıda da Azərbaycan səfirliyi idi. Bu dəfə düzdür, zərər dəyməyib Azərbaycan səfirliyində, amma orada biraz irəlidə, solda Azərbaycan Respublikasının Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri və onun aparatı, yəni diplomatik korpusumuz oturur. Bunlar belə yaramazdılar. Ancaq bu bazarlara gücləri çatır. Çünki burada yazıq nənələr kənddən axşamüstü inəyə sağıb gətirirdilər. Biz də şəhər adamları həsrətlə gözləyirdik ki, açan təzə pendir, yağ, nə bilim adını siz deyin, süd məhsulları, ət gətirəcəklər bizə. Və belə bunların bacardığı bundan ibarətdir. Və buna bazarı vurublar. Allah bunlara ölüm versin, üzr istəyirəm, bağışlayın ki, belə ifadələr deyirəm. Onların əlindən gələn budur. Bundan başqa Rusun əlindən gələn bir iş yoxdur. Biləsiniz. İstədim ki, görəsiniz, həm də Kiyevdə yaşayan, əvvəllər yaşayan dostlarımız görsünlər ki, yəni nə huqqalardan çıxırlar Ruslar. Törətdikləri də bundan ibarət. O binanı yoxdur, bu göstərir, o bina. Burada qabaqda bina var, orada. O qırmızıda var. O traktor getdiyi yerdən sol tərəfdə aşağıda Azərbaycan səfirliyi. Belə vicdansız, yaramaz bir imperiya ilə Ukrayna xalqı demək olar ki, tək başına döyüşür və sizin kimi dostları var. Dünyanın demokratik kəsimi, demokratik insanları. Yoxsa valla heç bilinmir ki, nə olar dünyada. Yer gəlmişkən elə də gediriksə buradan, qabaqda sizə bir şey də göstərəcəm. Sağ tərəfdə Müslüm Maqomayevin heykəli var. Elə onu da göstərim sizə, bir yolu onu da görəsiniz. Bu Kiyevskaya Rus məşhur kinoteatrdır. Tanıyanlar üçün deyirəm ki, Lukyanovka metronun yanından keçdik. Böyle keçmiş Artyom küçəsi, indi Siçevoy Streltsi küçəsi ilə gedirik. Bu küçənin adı ona görə belədir ki, o vaxtı 1914-cü ildə, 18-ci ildə Ukrayna döyüşçüləri bu küçə ilə yuxarıda kazarmalar var idi. Oğulda tarixi kazarmalar. Oradan böyle döyüşe yollanırlar. Avstriya-Macar imperiyası ilə. Bax, sağ tərəfə baxın, xahiş edirəm. Xahiş elədim ki, yavaş sürsünü. Burada pəncərə. Bu da Müslüm Maqomayevin heykəli də Müslüm örtüklərdə görürsünüz. Çünki bütün heykəlləri quruyub və qum kisələrini. Bu da Müslüm Maqomayevin heykəlidir, yəni biləsiniz. İnşallah qonaq gələndə Kiyevə biləsiniz ki, harada kimi necə görə bilərsiniz. Belə dostlar, gündəlik həyatımız bundan ibarətdir, amma görürsələr 6-cı gün, şənbə gün, axşam üstüdür, şəhərdə doludur. Elə bir öz həyatı ilə yaşayır. Şəhər də böyük şəhər. Sağ olun, salamat qalın. Axşam saat 10-da xahiş edirəm efirimiz olanda bizim efirlərimizi dəstəkləyin və təzə abunəçilər dəvət edir. Mən həm də bizim moderatorlarımızda da deyirəm, bizim aktivlərdə də deyirəm ki, siz də aktiv iştirak edin, əziz dostlar. Oldu, bir neçə saat qalıb görüşümüzə. Sağ olun.